Biz Sovetskidə böyümüşük. Hər sahədə uşaqlar var idi, yetişirdilər, öyrənirdilər. Biri valideynləri qoyurdu, maşın ustası öyrənirdi. Biri qoyurdu, bərbərlik eləyirdi. Bizdə də mənim anam bacarıqlı mütəxəssis olub qadın geyimləri üzrə. Rəhmətli nənəm qadın geyimləri üzrə mütəxəssis olub. Bir növ bizə genlə gəlib keçib. 13 yaşım olanda mənə dedilər ki, gəl sən, Bakılılar demişkən, avaraçılıq eləmə, gəl sən sənətlə məşğul ol. Qoydular atelyedə usta yanına. O məni çox sıxdı. 13 yaşında uşağı bilirsiniz ki, necə sıxıb ona sənət öyrətmək. Bir də görürsən ki, mənə tapşırığı verirdi, gəlirdi, məni tapa bilmirdi. Atelyenin əyətində tut ağacı var idi, oradan düşürdürdü məni. Belə sənətə bağlandım. Dəqiq tarixi ola bilər, səhv deyərəm. İranda zəlzələ olmuşdu. Mən də sənəti öyrənirdim o ərəfədə ki, artıq yetişmişdim şalvar tikməkdə, belə deyək. Dedilər ki, ora hər dərzi nəysə göndərəcək. İlk tikdiyim şalvar zəlzələdən əziyyət çəkənlərə getdi. O da bir növ elə bir ehsan kimi getdi. Məktəbə girirdim, müəllimlər artıq bilirdi ki, mən dərziliklə məşğulam. Nəysə istəyirdilər mənə iş gördürmək, deyirdim öyrənirəm. Əynimə özüm tikdiyim şalvarda məktəbə gedirdim. 9-cu sinif şagirdi, əynində özü tikdiyi şalvar dərsə gedir və buna tələbələrin, müəllimlərin reaksiyası siz baxın necə olar. Hətta bilirdilər ki, mən bu sənətlə məşğul olmağa başlamışam. Görən məni deyirdi ki, parçalarım hazırdır. Biraz da öyrən, başlayaq pencəyi tikməyə. Mən şalvarı öyrənən ərəfədə deyirlər, öyrən pencəyi də başlayaq tikməyə. Maraqlısı budur ki, hətta bəylik kostyumumu da özüm tikib giymişdim əynimə. 23 yaşında ailə quranda həyat yoldaşımın bəzi üst geyimləri ki var, pencə idi, plaşdı, onları mən hazırlayırdım. Mənim əl işlərim xonçanın içində olub. Pul qazana-qazana başladım daha da həvəslənməyə, belə deyək. Təsəvvür edin, onda rubl idi. Sənətkarlar 3 rubl bir şalvarın tikilişinə qazananda mənə 1 manat verirdilər. O 1 manat mənim üçün bilirsiniz nə idi? Elə bil ki, dünyanın nazı, neməti, elə bir özümü elə varlı hiss eləyirdim. Ondan sonra fikirlər formalaşdı ki, qadın geyimlərini öyrənməyə başlayım. Günlərin bir günü jurnalların birini oxuyarkən Moskvada gördüm ki, reklam olunur, böyük moda məktəbinə tələbə qəbulu. Amma imtahanla. İş yoldaşlarımın köməyi ilə zəng vurdıq, soruşduq. 2012-nin yay ayları idi belə. Onlar məni Moskvaya dəvət elədilər. Mən də yığdım, burada gördüyüm işlərdən apardım. Öz eskizlərim var idi, onları apardım. Köynə SSR-dən olan tələbələr gəlirdi orada, otururdular və imtahan götürülürdü onlardan. Rəssam yoxlayırdı əl işlərini, texnoloq tikdiyim paltarları yoxlayırdı. Yoxlamalardan sonra mənə dedilər ki, sən artıq qəbul olmusan. Və siz Slava Zaytsevin, bəzi onu Rusiya modasının atası da adlandırırlar, onun məktəbində siz qəbul olunmusunuz oxumağa. Mən doğrudan da çox sevindim, söz tapa bilmirdim. Maraqlı dərslərim başladı mənim. Görüşümüz olurdu Slava Zaytsevla bizim. Sırf imtahan vaxtı. Eskizlər göstərirdi, kollajlar deyirlər, onları göstərirdi. Mankenlər üzərində nakolka və mulyajlı metodika deyirlər. Parçanı öz fantaziyana uyğun mankenin üzərində yaratmaq. Mən əsas da onu oxumağa getmişdim, həmən texnologiyanı. İmtahanlarda Zaytsev gəlirdi, yoxlayırdı, baxırdı. Gördüyüm əl işlər, eskizlər, kollajlar öz qiymətini verirdi, gedirdi. Gələndən sonra da çox maraqlı oldu. Mənə deyirdilər ki, sən bazan var, neyvə lazımdır, o bilirsiniz də, gedib oxuyursan, sənə bu lazımdır, 5 manat çörək pulun var. Deyirdim, yox, mən artırmaq istəyirəm, öyrənmək istəyirəm. Onlara doğru dildə başa salırdım ki, mayorsan, gedirsən, oxuyursan, polkovnik olub gəlirsən. Bu sənət belədir ki, bütün sənətlər elədir. İnsan ömrünün axırına qədər öyrənsə belə azdır. Məndə sənətə acılıq hissi var. Daima öyrənmək istəyirəm. Hər zaman fikirləşirəm bu barədə ki, elə bir yer olsun ki, mən
Azərbaycanlı gənclərimizə bu sənətin incəliklərini yorulmadan öyrədim. Necə ki öyrədirəm. Tələbələrim çox olub. Başqa ölkələrdə yaşayan, işləyən tələbələrim də var. Bakıda moda evlərində işləyən tələbələrim də var. Bir müddət Avropa Dizayn Mərkəzində konstruktor modelyer kimi fəaliyyət göstərdim. Onlara öyrətdikcə sanki içimdə də o xoşbəxtlik yaranır mənim. Yəni öyrənmişəmsə öyrətməliyəm də. Allah hamısının balasını saxlasın. Qızım mənim sənətimin davamçısıdır. Hal-hazırda tikmir, rəssamlıqla məşğul olur. Gələcəkdə dizayner, modelyer olacaq inşallah. Çünki o da o yolunu tutub artıq. Hər bir peşənin öz gözəlliyi var. Əgər bir insan özünü o peşədə tapırsa, mütləq ki, onun çörəyi var. O öz ailəsini də dolandıracaq, özünü də dolandıracaq. Belə bir deyim də var, deyirlər sənətkar günortaya qədər ac qalar. Yəni 1-ə qədər, 2-yə qədər, məsələn üçün günortaya qədər bir müştəri yoxdur. Sonra bir müştəri gəlib bir işi gördürər sənə, çörək pulunu verər sənə, belə deyim. Mən dünya modasını çox öyrənirəm. Məşhur modellərlərin həyatını çox oxumuşam. Bizdə inkişaf eləmək olmur ona görə ki, biz həyat qayğılarımızla məşğul oluruq. Yəni bu qazancla varlı olmaq mümkün deyil. Dərzi varlanmaq istəyirsə, bu işin mütləq biznesini qurmalıdır. Fabriklər açmalıdır ki, bu varlana bilsin. Yəni belə deyək, 10 nəfərlə, 20 nəfərlə başlayıb satışı təşkil eləməlisən ki, müəyyən büdcə əldə eləyəsən. Yoxsa bir kostyum tikməklə, bir paltar tikməklə o ancaq sənin elə bil ki, aylıq büdcəvi doldurur, onu ilə yaşayırsan. İnkişaf da ona görə eləmək olmur ki, dünya modasında belə şeylər var. Kolleksiya eləmək istəyir dizayner. O artıq dolanmaq üçün pul fikirləşmir. Evdə nə yeyəcək övladlarım və yaxud arendanı necə verəcəyəm, atelyedə işləyirəm, arenda ödəyirəm. Onun maddiyyata, belə deyək ki, ehtiyacı yoxdur. Yaradıcılığı fikirləşir, yaradır. Yaradır və sözünü deməyə başlayır. Mənim üçün moda nədir? İnsan özünü cəmiyyətdə göstərməyi xarakterizə eləyir. Moda mənim üçün budur. Qabaqlar da belə olub. Zadəganların özünə məxsus xüsusi geyimləri olub. Orta təbəqənin özünə məxsus, işçilərin məsələn özünə məxsus. Bunlar əslində insanların cəmiyyətdə özünü göstərmə formasıdır, belə deyək. Bu geyimlər. Bizim gənclərimiz çox zövqlü geyinirlər. Cavanların belə deyək geyimlərinə baxıram, tərzlərinə baxıram. Son vaxtlar rəng çalarlarından düzgün istifadə eləyirlər. Bu da insanın bir növ keyfini açır. Biraz biz tünd rənglərə meyilliyik. Qabağıma çıxır İtaliyada orta yaşlı nəsil. Necə zövqlə, necə qəşəng rənglərə üstünlük verirlər. İnsan onlara baxanda o deyir bir növ yaşamaq istəyir, ürəyi açılır. İndi bizdə də yavaş-yavaş başlayıblar artıq. Düzdür, yaşlı nəsil yox, cavan nəsil başlayıb. Təəssüflər olsun ki, yaşlı nəsil mənə müraciət eləyəndə ki, nə isə tikmək, mən rəng çalarlarını deyəndə ki, gəl bu rəngdən tikim, pencək, bu rəngdə paltar eləyək. Onlar deyir, yox, biz tünd rəng. Çünki nədənsə qorxurlar, sanki kompleks yaranıb. Məsəl ki var, deyir, qızın oldu, qırmızı donuvu çıxar dəyinindən. Mən o məsəli bəyənmirəm əslində. İnsan hər yaşda o rənglərdən istifadə eləməlidir. Zövqlü insan, nəyi, harda, necə geyinməyi bilən insanlar təbii ki, rənglərdən istifadə eləsələr daha gözəl olur, daha qəşəng olur. Biz rəngdən qorxmayaq. Təbiətdə olan bütün rənglər, Allahın yaratdığı bütün rənglər hər zaman dəbdədir. Allahıma şükürlər eləyirəm. 30 illik sənətdə olmağıma baxanda öz markamı yaratmışam artıq. Bu illər ərzində çox şey əldə eləmişəm. Şükürlər olsun. Yaradıcı adamlar məni daha çox yaxşı başa düşür. Bir yerdə dayanmadıqları üçün. Bu elədiklərim Allahın izi ilə ki, nələr ki eləmişəm, yenə də mənim üçün keçmişdə qalıb. Mən ancaq irəli baxıram, gələcəyə baxıram və ancaq yaradıcılıq fikirləşirəm. Böyük fikirlərim var, ideyalarım var. Hansılar ki, Allah qoysa, Allahın izni ilə o işlərin müəllifi olaraq öz sözümü nəinki Azərbaycanda,
bir çox ölkələrdə o sözümü deyəcəyəm və göstərəcəyəm. Eyni zamanda Azərbaycanı dünyada tanıtmaq, mümkün qədər, bacardığım qədər meylliyəm, həvəsliyəm, tanıtmaq istəyirəm və böyük həvəslə bu işin dalıyca gedirəm. Mənə zənglər gəlir bəzi ölkələrdən ki, gəl sənə biz burada dəstək olaq, öz gördüyün işləri burada göstərəsən, moda həftələrində çıxış eləginə yaratdığın işləri nümayiş elətdir. Yəni bu böyük bir üstəgəldir mənim üçün. Allah nə qədər ömür verib, bu işin dalıyca gedəcəyik, sevə-sevə və öz sözümüzü də deyəcəyik Allahın izni ilə.